Mahru həm qorxur, həm də Albertin gözlərindəki əsl qorxunu, təəccübü, heyrəti müşahidə edirdi. Axı bu onun çoxdankı arzusu idi. Bir yaradıcının öz yaratdığının hər halını görmək istəməyin acımasızlığını indi hiss edə bilirdi. Onun öz yaradıcısı da yaradandan sonra Mahrunun bütün hisslərini müşahidə etməyi, bütün cismi ilə istəyirdi görəsən. Əlbəttə istəyirdi. Bu səbəbdən idi onda olan bu qədər maraq hissi. Hər şeyi yaşamaq istəyi. Tək fərq artıq yaradıcısı ilə birlikdə Mahru da bu hissləri yaşayırdı. Təkrar-təkrar ürəyinə Alberti ilk gördüyündəki hisslər dolur, hər dəfəsində onunla bağlı yeni bir şey yaratmaq istəyirdi. Bir tərəfdən də bu qana oxşar maye həm onun düşüncələrində itməyə qoymur, həm də iyrəndirir və qorxudurdu deyə hara sığınacağını, nə edəcəyini bilmirdi. Birdən hər ikisini bir-birindən altı qanadlı, tək gözlü varlıq ayırdı. Mahrunu qollarından tutub təzyiq ilə bir divara, Albert isə digər divara çırpdı. Mahrunun ürəyi az qala yerindən çıxacaqdı. Həmin tək gözlü, altı qanadlı varlıq Mahrunun gözünün önündə yenidən peyda oldu. Gözündən də qan süzülüb Mahrunun üzünə tökülürdü. Mahru iyrənir və əfv diləyirdi. Bağışlayın, qapını açmamalı idik. Biz çıxıb gedərik. Buraxın bizi. Pis niyyətimiz yox idi. Həmin varlığı isə ona qulaq asmırdı. Heç cavab da vermirdi. Ümumiyyətlə Mahru onun nə olduğunu başa düşə bilmirdi. Getdikcə Mahrunun gözünə yaxınlaşır, onun gözünə öz gözündən süzülən qanından tökməyə çalışırdı. Mahru isə gözünü yumur, buna icazə vermirdi. Bir tərəfdən də gözünü yumanda Alberti görmürdü. İstəmsizcə gözünü açdı. Bir anlıq Alberti görmək üçün. Həmin an isə tək gözlü varlığın gözündən süzülən maye Mahrunun gözünə düşdü. Mahru gözünü refleksdən, gözünə qan düşdüyü üçün bir də yumdu. Amma açanda özünü yay vaxtı bir bağ evində tapdı. Artıq Albert və həmin varlıq yox idi. Bir anda hər şey bitmişdi. Günəş üzünə vurur, o isə üzərində çiçəkli don, başında şlyapa, əlində isə yelpik bu bağdakı skamyanın üzərində oturmuşdu. Hara düşdüyünü anlamamışdı. 15 addım uzaqda 9-10 yaşlarında bir oğlan uşağı var idi. Bu uşaq isə qucağında pişik ilə oynayırdı. Olduğu yerdə oturub uşağın pişik ilə oynamasını izləyirdi. Bu uşaq pişiyi əvvəlcə tumarladı, sonra isə öpdü. Sonra qucağına alıb fırlatmağa başladı. Uşağın yaxınlığında bir quyu da var idi. Həmin an uşaq da o quyunun fərqinə vardı. Pişiyin quyruğundan tutub quyuya sallayanda Mahru yerindən fırlayıb qışqırdı. Hey, dayan, etmə! Amma uşaq ona fikir vermirdi. Mahrunun qorxduğu gerçəkləşdi. Uşaq bütün acımasızlığı ilə pişiyi quyruğundan tutub quyuya atmışdı. Gözünü belə qırpmadan, nəfəs belə almadan. Mahru uşağa tərəf qaçmağa başladı. Amma qaçdıqca uşaq uzaqlaşırdı. Birdən uşaq quyunun qırağında yerə oturub ağlamağa başladı. Etdiyi şeyin fərqinə indi varmışdı. İndi ayılmışdı. Elə hıçqırıqla acı-acı ağlayırdı ki. Mahru isə heç cür ona çata bilmirdi. Uşaq ayağa durub göz yaşlarını sildi və yenə quyunun tərkinə gəldi. Mahru qorxdu ki, uşaq özünü də atacaq. Amma nə idisə Mahrunu uşağa çatmağa qoymurdu. Mahru da ağlamağa başladı və içinə doldu ki, o uşağa çata bilməsə, bütün həyat bitəcək, bütün dünya yerlə yeksan olacaq. Göz yaşları içində çarəsizlikdən əlindəki yelpiyi uşağa tərəf atdı. Yelpiy sanki onlar arasındakı görünməz sərhəddən keçib uşağın yanına düşdü. Uşaq quyunun tərkindən ayılıb yelpiyə tərəf gəlməyə başladı. Yelpiyin düz qabağında dayandı. O, Mahrunu görmürdü, amma zərrələrini hiss edə bilirdi. Bilirdi ki, bu yelpiyi kimsə yaxın yerdən atıb. Mahru isə uşağın üzünü, gözlərini çox aydın görürdü artıq. Bu uşaq Albertdən başqası deyildi. Onun gözlərindən tanımışdı. Baxışlarından. Uşaq əyilib yelpiyi götürəndə göy üzü qaraldı və yerə enməyə başladı. Göydəki ulduzlardan biri balaca Alberti, biri də Mahrunu öz içinə çəkdi. Mahru boşluqda süzülür, göz yaşlarını görür, özünün bütövlükdə göz yaşına çevrildiyini hiss edirdi. Bütün bədəni mayəyə çevrilmişdi. Daxil olduğu ulduzun qanunları ilə nəfəs alırdı artıq.
İlk dəfə insan olmadığını hiss etmişdi. Mahru göz yaşları ilə özünü altı qanadlı varlığın olduğu həmin otaqda yenidən tapdı. Bu dəfə bədəni maye deyildi. Hər orqanı özünkü və insanlı idi. Artıq bilirdi Albert üçün niyə elə hiss elədiyini. Albertin ikinci həyatını Mahru vermişdi. Onu bu həyata bağışlamışdı. Ona görə idi Albert olan bu doğmalığı, onu yaratmış kimi hiss etməsi. Albertin travmasının şahidi olmuşdu. Bəlkə də ən dəhşətlisinin. Uşaq olanda pişiyi öldürmək, bəlkə də həmin yaş üçün insanın ölümünə bərabərdir. Bəlkə də heç ölümün nə olduğunu bilmirsən. Pişiyi quyuya göndərirsən ki, sadəcə səyahət edib qayıdacaq. Dəqiqələr sonra qayıtmayanda fərqinə varırsan ki, necə böyük günah işləmisən və buna görə özünü öldürmək istəyirsən. Bəlkə buna görə idi Albertin çəkdiyi rəsmlərdəki pişik sujetləri də. O öz rəsmlərində həmin pişikdən əfv diləyirdi. İstəyirdi ki, o pişiyi öz dünyasında ölümsüzləşdirsin. Özü-özünü bağışlasın. O pişik də həmişə ağzında ona məktublar daşıyırdı. Heç vaxt açıb oxuya bilmədiyi məktublar. Bu məktublarda isə o yelpiyin hardan gəldiyi yazırdı. Mahru göz yaşlarını saxlaya bilmirdi. Alberti qucaqlamaq istəyirdi. Həmin altı qanadlı varlıq nəhayət Mahrunu azad edir. O isə düşünmədən Albertin yanına qaçmağa başlayır. Amma qarşılaşdığı mənzərə ilə göz yaşı yanağında quruyur. Əsərlərin birindən çıxmış qadının Albert ilə çox yaxın olduğunu görür. Həmin an nə edəcəyini bilmir və düşündüyü şey 3 dəqiqə əvvələ qayıdıb yelpiyi ora atmamaq olur. Onların yaxınlaşmasını seyr edərkən ürəyində çaşqınlıq və qısqanclıq hissi yaranmışdı. Albert bu cazibədar və qüsursuz görünən qadına tərəf əyildi. Qadının gözlərində hiləgər bir parıltı var idi. Albertin diqqətini çəkən qadının bu qədər cazibədar yaradılması idi. Bu idi onun diqqətini çəkən, bu qədər tez aldanmışdı. Qadının hərəkətləri çox estetik və qorxusuz idi. Bu yaxınlaşmaya qarşılıq verərkən gözləri ilə Mahruya da baxırdı. Mahru hiss etmişdi ki, bu məqam onlar arasında xüsusi bir bağın başlanğıcıdır. Qadın başını biraz əyərək Albertin üzünə yaxınlaşdı. Aralarındakı məsafə azaldıqca Mahrunun beynində fərqli cızıqlar atılırdı. Beynindəki Alberta heyranlığı, onun üçün qurduğu obrazın kirləndiyini hiss edirdi. Albert və həmin qadın arasındakı bu yaxınlaşma Mahrunun daxili aləmində fırtınaya, həmçinin onun öz qaranlıq və bastırılmış duyğuları ilə qarşılaşmasına səbəb olmuşdu. Bu an Mahru üçün həm oyanış, həm də məhv olmaq əlaməti idi. Gördüyü mənzərə onun ürəyini bir tərəfdən bulandırmış, digər tərəfdən isə qəzəbdən ürəyini kinlə doldurmuşdu. Özünü sakitləşdirməklə sakitləşdirməmək arasında qalmışdı. Axı kiməsə qarşı bu qədər dərin hiss etmək, onun elədiyindən bu qədər təsirlənmək hər zaman ələ düşən bir hiss deyildi. Onun yaradıcılığı isə hisslər üzərinə qurulmuşdu. Bəlkə arxasını çevirib getməli deyildi. Olanları sona qədər izləməli idi. Daha çox hiss üçün, daha çox ürək bulantısı, qəzəb və əzab üçün. Daha çox əzab, daha çox yaradıcılıq deməkdir. Bəlkə bu onun öz istəyi idi. O Albertin fotosunu ilk dəfə görəndə belə bir cümlə işlətmişdi. O qədər mistik baxışları, üz cizgiləri var idi ki, aldığı hər nəfəsini görmək, çəkəcəyi hər acını dadmaq, dadacağı hər xoşbəxtliyi hiss etmək, itəcəyi hər boşluqda gizlənmək istəyirdim. Bu da onun aldığı nəfəslərdən biri idi. Bəlkə sırrı bu dəfə ala bilmədiyi nəfəsini görməkdə idi. Həqiqətən bu qədər acımasızca özü öz gözünü boyuyurdu. Həqiqi hisslərini yaşamağı bir qırağa qalmışdı. Və həmin an bu hisslərindən necə istifadə etməli olduğunu düşünürdü. Yaradıcılar üçün ruhu incə, zərif deyən insanların, yaradıcıların canavar tərəflərindən xəbəri var idi. Bəlkə René Magritte anasının ölümünü öz gözü ilə görüb deyə içdən-içə sevinirdi. Hətta ən ləzzət aldığı hissə anasının ölümünü məhz uşaq olanda görməsi idi. Uşaqkən görməsi bu travmanı biraz da qüvvətləndirirdi axı. İndi isə bilirdi ki, bu travma onu yaratdığı incəsənətdə dərinlik qatacaq. Bəs yaradıcılar yaşadıqları günah dolu bu sevinç hissini qəbullanırdılar.
O bilirdi ki, tək deyildi. Egon Shelley aşiq olduğu sevgisindən ayrılanda böyük kədər içində idi. Eyni zamanda da ekspresionist idi. Bilirdi ki, təsvir edəcəyi məhz bu kədər onun olduğu cərəyanda nə qədər ilahi görünəcək. Buna görə də sevgilisindən birlikdə güzgü qarşısında poz verməsini istəyirdi. İstəyinə də nail olmuşdu. Həmin ən kədərli anı, insan övladının üzündəki gerçək kədəri anındaca kətana köçürməyi bacarmışdı. Deyir, incəsənət həssas qəlblərin işidir. Yox, sənət elə ən qəlbsizlərin işidir. Bəs bütün bu həzlə dolu günah işləmək hissi. Bu günah qətiyyən dinlə bağlı deyildi. Günah insani dəyərdir. Gizlincə həmin qadınla Albert izləyəndə nəsə Mahrunu arxadan belindən tutaraq bir otağa sürükləyir və qapı çırpılır. Çox keçməmiş həmin otağın qapısı döyülməyə başlayır. Mahru, oradasan? Aç qapını, söz deyirəm. O gördüyüm mən deyildim. Mahru bunu eşidib ağız büzür. Necə yəni mən deyildim? Bu nə ucuz bəhanədir, deyə düşünüb yaşadığı hissləri hansının hal-hazırda öz beyninin ramına yerləşdirməli olduğunu bilmirdi ümumiyyətlə. Sən deyildin? Deyərək Mahru istehza ilə gülür. Hə, aç qapını, danışacağam, nə olar aç. Mahru Albertin səsinin titrədiyini eşidib, niyə bu qədər narahat olduğunu anlam verə bilmir. Düşünür. Az öncə özü beynində o qədər başqa yerlərə getmişdi ki, yaşadığı əsl hissdən uzaqlaşmışdı. Bəzən öz bədənindən çıxıb situasiyaya kənardan baxa bilmə bacarığını sevirdi. Albert bəlkə də bunun fərqində deyildi. Amma kimin normal reaksiya verdiyini görən tərəf, fərqindəlikdə olan tərəf Mahru idi. Bu fərqindəlik yağışı Mahru qapını açan kimi tez kəsir. Qapı açılanda qarşılaşdığı mənzərədən az qala Mahrunun dili tutulur. Qarşısında dayanan Albertin özü yox, onun kətandakı sərgidən bir neçə gün əvvəl çəkmiş olduğu yansıması idi. Onun son əsəri. İndi başa düşürdü, niyə Albert o mən deyildim deyirdi. Sən necə? Deyərək Mahru gördükləri qarşısında Albertin boyalı üzünə toxunub onu deformasiya edərək kəkələməyə başladı. Albert isə yox, sənin əsərinin ruhu mənim öz bədənimi ələ keçirib, deyərək Mahrunun beynini əməlli qarışdırdı. Mahru nəyə inanacaqdı? Albertin həqiqətən olub-olmadığını hardan biləcəkdi? Həm də əgər belə idisə, az öncə gördüklərini əslində Albert etməmişdi. Düşündüyü hər şey məhv olmuşdu. Fikirləşəndə həmin mənzərəni yenə eyni hissləri qaplayacaqdı. Fikirləşirdi, əgər bu varlıqların ikisini də o yaradıbsa, niyə birinin elədiyi hərəkət ona dərin təsir etdiyi halda digərinin eyni şeyi etməsi vecinə deyil? Beynində min sualla birlikdə nəhayət ki dillənə bildi. Yaxşı, bəs deyə bilərsən mənim ilk dəfə dünyaya göz açanda dediyim sözlər nə idi? Deyə şübhə ilə Albertin yağlı portretindən soruşdu. Albertin portreti, ciddisən Mahru? Mahru. Bilirəm, sadəcə əmin olmalıyam. Xahiş edirəm ki, cavabı deyəsən. Mahru ki, nəhayət ki, nəsə öz çəkməcəsinə oturmuşdu. Qarşısında dayanan Albert idi. Portretinin isə ruhu canlanıb, dünyəvi zövqləri dadmağa başı qarışmışdı. Eyni ilə orxideyalar aldanan böcəklər kimi. Mahru. Yaxşı, bəs nə olacaq indi? Sən həmişəlik bu bədəndə yaşaya bilməzsən axı, Albert. Əlbəttə yaşaya bilmərəm. Gəl gedək bədənimi geri qaytaraq. Mən heç bu dünyada qala da bilmirəm. Gəzdikcə bütün boyalarım axır. Getdikcə əriyirəm. Bilirsən, necə çəkmisənsə, mən dünyanı ikidə görürəm. Mahru Alberti az öncə uşaqlığında gördüyü kimi çarəsiz görmüşdü yenə. Bu anında da yenə Mahru yanında idi. Düşündü. Bir dəqiqə, ən çarəsiz anlarımızda yaradıcının ağlımıza gəlməsi, ona sığınmağımız gerçək imiş. Mən onun yaradıcısıyam. Və çarəsiz anda da yanında mən varam. Amma Albertə, doğrudan, kaş mən də yoxlaya bilsəydim. Ruhlarımızı dəyişə bilmirik, söyləyərək özünün də 2D görmək istədiyini bildirdi. Albert, sevə-sevə dəyişərdim, amma özüm də bilmirəm. Mahru, bir dəqiqə, sən bu əsərin sən olduğunu hardan bilirsən ki? Albert, 6 qanadlı varlıq bizi ayıranda mən səni gördüm. Deyəndə Mahru dayandı. Albert də addımını saxlayıb Mahruya tərəf çevrildi.
Mahru, məni? Deyə təəccüblü şəkildə soruşdu. Hə, səni. Deyib davam etdi. Sənin həmin əsəri yaratdığın anı gördüm. Hər anında oradaydım. Prosesin hər anındakı nəfəsini, rəqsini, çırpınışlarını hiss edir və izləyirdim. Mahru təəccübləndi. Sanki kimsə şəxsi məkanına girib ən intim, toxunulmamış hisslərində ona demədən, icazə almadan, onun razılığı olmadan minlərlə əl izi buraxmışdı. Həmin an həqiqətən Albert onu izləmişdi. Bu onun Albertin uşaqlığını izlədiyi xatirəyə oxşayırdı. Yoxsa Albert də onu nədənsə xilas etmişdi. Bu sualın yaşatdığı ürpərtini o bütün bədənində hiss etdi. Amma sualının cavabını bilmirdi. Sualı təkcə o da deyildi. Nəfəsini toparlayıb dilləndi. Necə oldu ki, sən məhz həmin ana getdin? Özün istəmişdin bunu? Deyə Mahru soruşanda ona cavab verən başqa bir səs ucaldı. Yox, bunu o özü şüurlu şəkildə istəməmişdi. Elə sən də. Serafim edib bunları. O şüur altınızda gizlin və sizə sual kimi qalanı seçib, onu sizə göstərirdi. Özünüz bilirsiniz niyə. Kimin danışdığını görmək üçün ikisi də çevrildi, amma gördükləri tək qoldan başqa heç nə deyildi. Çox keçmədi ki, qolun sahibi də arxadan gəldi. Bunları deyən general görünüşlü, qolsuz ayaqsız, sadəcə başı və sinəsi ilə hərəkət edən bir heykəl idi. Görünür hansısa ruh bu heykəlin bədənində özünə can tapmışdı. Onlara tərəf irəliləyirdi. Mahru və Albertin tablosundan çıxan Albert ümumiyyətlə nə edəcəklərini bilmirdilər. Heykəlin canlanması artıq onlar üçün çox da təəccüblü olmamalı idi. Həmin heykəl yenə dilləndi. Mahru, yaradıcılıq prosesi necə gedir? Sənə çətinlik yaratmır. Mahru bu cümlələrin arxasında nəyin gizləndiyini başa düşmür. Ümumiyyətlə bu canlanmış heykəlin niyə onun yaradıcılıq prosesi maraqlandırırdı deyə düşünürdü. Nə cavab verəcəyini bilmir və Albertin ruhunun geri qaytarılması üçün kömək istəməli olduğunu düşünürdü. Başa düşmürəm, siz deyə bilərsiniz ruhu necə geri qaytara bilərik? Həmin varlıq kinayə ilə sözünü davam etməyə başlayır. Onun ruhunu sən yaratmısan, necə geri qaytarmalı olduğunu da sən bilməlisən. Tablo Albert Mahruya baxır. Mahru isə nə ilə üz-üzə olduğunu bilmir. Həmin heykəl sözünə davam edir. Başa düşə bilmirsən? Həmin an onu özünü yaratdığını da düşünüb təfələrlə bunu dilə gətirəndə də başa düşmürdün. Bu dəfə Mahru başa düşmüşdü. Heç anlamadığı qədər yaxşı anlamışdı. Qarşısında danışan yaradıcı ruhdan başqası deyildi. Etdiyi ilə onu qəzəbləndirmiş kimi görünürdü. Bir yaradıcının əsərini uğurlamağı ilə. Artıq bilirdi. Hər şeyi niyə belə hiss etdiyini. Amma çox gec idi. O sözlər vaxtı ikən Mahrunun dilindən süzülüb yer kürəsində vücud tapmışdılar. Yəqin bilirsən, verdiyin candan yer kürəsində eyni anda ikisi də ola bilməz. Bu qanunlara ziddir. Ya hər ikisinin də həyatı məhv olacaq, ya da ikisindən birini seçib sən canını almalısan. Ya Albert, ya da yaradıcılığın və Albertin portreti. Məncə, bu yetərincə ədalətli seçimdir. Bunu dediyi an otaqdakı televizor işıqlanmağa başladı. Televizorla birlikdə otaqdakı işıqlar yanıb sönməyə başladı. Daha sonrası televizorun işığından Albert həmin məkanda vücud tapdı. Tablo Albert canlı Albertə, oradan da divara çırpıldı. Həmin an onların bədənlərindəki ruhlar öz yerini almışdı. Artıq hər iki rəssamın Alberti həmin otaqda idi. Otaqda başqa şey də var idi. Mahru və qarşısına qoyulmuş acımasız seçim. Həyatı boyu qarşılaşa biləcəyi ən dəhşətli və ağrılı seçim. Niyə belə bir şeylə qarşılaşdığını başa düşə bilmirdi. Bəlkə də başa düşürdü, qəbullanmaq istəmirdi. Özünü aldadırdı. O uşaqlıqdan sözlərini, dəyərini, kəskinliyini heç vaxt anlamırdı. Dediyi sözlərdən bəlaya düşdüyü də az olmamışdı. Amma burada günahı sözlərin boynuna ata bilməzdi axı. Albertə özünün can verdiyini iliklərinə qədər hiss etmişdi. Yaradanın buna belə reaksiya verməsi Mahruya görə çox ədalətsizcə idi. O donuq baxışlarla Albertə, onun canlanmış portretinə və yaradana baxırdı. Seçimini tez etməlisən, əziz Mahru.
Yoxsa ilk addımda portretin kənarlardan yanmağa başlayacaq. Sonra isə onun boyaları və sənin yaradıcılıq ruhun silinəcək. Albertin isə əvvəlcə ayaqları tutulacaq. Sonra isə ağzından qan gəlməyə başlayacaq. Seçimini edə bilmədiyin zaman üçüncü addım hər ikisinin eyni anda məhv olması deməkdir. Yox, əgər ikisindən birini öldürsən, digərini yaşam üçün can vermiş olacaqsan. Axı sən can verməyi sevirsən. Mahru göz yaşlarına boğulmağa başlayır və qışqırır. Yox, yox, bu düzgün deyil, ədalətli deyil bu. Həmin an Albert yerə yıxılır. Artıq ayaqları onu üzərində saxlaya bilmirdi. Yaradanın dediyi ilk kəhanət gerçəkləşmişdi. Mahru bunu görüb Albertin yanına qaçır və göz yaşları içində onun başını əllərinin arasına alır. Bu anda portretin də ketanı kənarlardan yanmağa başlayır. Amma Alberti qoyub gedə bilmir. Albert onun tək muzası idi. Ömrünün sonuna qədər ondan ilhamlanıb öz müqəddəs əsərlərini yarada bilərdi. Amma bu onun yaradıcılıq ruhu olmadan necə mümkün olacaq bir şey idi? Axı Mahronun özünü yaşadan da onun öz yaradıcılıq ruhu idi. Yox, yox, eyni zamanda da Albertin ölümünə göz yuma bilməzdi. Amma öz ölümünə göz yuma bilərdi. Albertin yaşaması üçün özü hər gün ölə bilərdi. Yox, söhbət insan canından gedirdi. Albertin gözlərində itib batırdı. Albert isə heç nə danışmırdı. Gülümsəyərək Mahronun əlləri arasında ona baxırdı. Həmin qorxulu səs yenə ucaldı. Seçimini etməlisən artıq. Yoxsa ikisinin də səni dünyanı tərk etməsinə çox az qalıb. Deyərək gözlərdən itdi. Mahru Albertin baxışları arasında itib batanda ağlına eyni zamanda bir şey gəlmişdi. Göz yaşları içində Alberti həmin vəziyyətdə qoyaraq ağlındakını gerçəkləşdirmək üçün digər otağa qaçdı. Uzaqdan Serafim görünürdü. Ehmalca ona yaxınlaşdı. İçində qorxu hiss edirdi. Amma Alberti xilas etmək istəyi qorxu hissinə güc gəlirdi. Serafimin gözündən tökülən qanı ovcuna doldurdu və Albertin yanına qaçdı ki, gözlərinə damlatsın. Bilirdi ki, həmin qandan əgər gözlərinə töksələr, şüur altında sual kimi qalan diyara gedə biləcəklər. Mahronun əlində tək çarə olaraq bu qalmışdı. Əgər Albert bu dünyada nəfəs ala bilməyəcəkdisə, düşəcəkləri həmin dünyada nəfəs almasına heç kəs qarışa bilməzdi. Bu nəfəs alacağı yer isə Albertin öz əsərlərindən başqa yer deyildi. Mahronun Alberti öz dünyasına həbs etməkdən başqa çarəsi qalmırdı. Albert də öz yaratdığı dünyada canlı qanlı olmamışdı. Mahru inanırdı. İnanırdı ki, Albert də bunu istəyəcək. Onun üçün həmin dünyada kəşf olunmalı çox şey var idi. Axı özünü kəşf yolculuğu Albertin də arzusu idi. Həmin yaradanın sözü bu dünyada keçirdisə, Albertin dünyasında bunun mümkün olması yol verilməz idi. Gözlərini açanda özlərini təyyarənin içində tapdılar. Amma bu təyyarə yer kürəsindəki təyyarələrə bənzəmirdi. Albertin öz yaratdığı təyyarələrdən biri idi. Mahru da onunla birlikdə idi. Öz gözlərinə də həmin qandan tökərək bu yolculuğa Albertlə birlikdə çıxmışdı. Albertin yaratdığı dünyanı kəşf etmək onun üçün gerçəkləşən şirin xəyalı idi. Bu dünya qara, narıncı, qırmızı rənglərdə. Bu dünyada insanlar göydə çılpaq uçurdu. Bəzi insanlar bir neçə çizgi ilə bu dünyada can tapmışdı. Burada həmin pişik də var idi. Gözləri işıq saçırdı. Ağzında məktublar ora-bura qaçırdı. Burada Albertin özü də var idi. O dəfələrlə özü ilə qarşılaşacaqdı burada. Özünü sorğulayacaq, cavablayacaqdı. Bəlkə bu idi onun istədiyi. Bu dünyada əlini uzatsan günəşə çatır. Bu dünyanın başlanğıcı bir bina var. Binanın ən yuxarı mərtəbəsində bir otaq var. Odur. Bu otaqda 2 qapı var. Bu qapıları isə yalnız o aça bilər. Onların olduğu təyyarə ilə həmin binaya daxil olub, o sehirli qapının açar salındığı dəlikdən keçdilər. Təyyarə isə pəncərədən uçaraq, ardında ulduz tozlarını və qarğa lələkləri ilə qışqırıqlarını qoyub onlardan uzaqlaşdı.
İkisi də yer kürəsində olduğundan fərqli görünürdü. Albertin ayaqları bu dünyada nəinki gəzmək, qaçmaq, hətta uçmağa da yarayırdı. Onun sinəsindən şüalanan işıqlar isə Mahrunun görünməyən bədəninin zərrələrini işıqlandırırdı. Axı, Mahru bu dünyada mövcud deyildi. Albert yer kürəsində Mahrunun öz dünyası üçün yaratmamışdı. Ona toxuna bilmirdi. Amma varlığını, getdikcə azalan nəfəsini hiss edə, özünün sinəsindən onun üzərinə düşən çəhrayı işıqla zərrələrini görə bilirdi. Nə də olmasa, o da gözlə görmədiyi və toxuna bilmədiyi o şeyi tapmışdı. Onun varlığına inanırdı. Həminlə anlamışdılar. Anlamışdılar o dünyada da birlikdə ola bilməyəcəklərini. Danışa da bilmirdilər. Mahru zərrə idi. Albertin dünyasında isə sözlərə yer yox idi. Rəqslər sözlərə əvəz edirdi. Yerin altından gələn musiqi notları ilə Albert Mahrunun zərrələri ilə rəqs edirdi. Zərrə içində zərrəyəm. Mən özümü bilməzmiyəm? Albert mənim hər zərrəmə oturub, əlini çənəsinə qoyaraq izləyirdi. Mən isə bütün sözlərimi istəyərək, ya da istəmədən, içimdə qılıncladım. Qılıncladım ki, ilk və son dəfə Alberti öpüm. Öpdüm və yox oldum.